Əziz müəllimlər, əgər MİQ və sertifikasiya imtahanına hazırlaşırsınızsa, sırf bunun üçün Mahir Sərkərli və Fuad Quliyev müəllimlərin hazırladığı sınaqlar toplusunu sizə təqdim edirik. Sınaqlar toplusu hər biri 40 sualdan ibarət, 30 sınaqdan ibarətdir. Hər videoda 20 sual paylaşacağıq. Fayda görməsini istədiyiniz müəllim yoldaşlarla paylaşa bilərsiniz. Birinci sual. Səyyah meridian üzərində Cənub qütb dairəsinin şimala doğru hərəkət edərək 2941,5 km yol getmişdir. Onun çatdığı paralel üzərində A və B məntəqələri arasında 2,5 saat yerli vaxt fərqi mövcuddur. Bu məntəqələr arasında miqyası 1/16 milyon olan xəritədə məsafənin 20,5 sm olduğunu bilərək təhrifi hesablayaq. Bilirik ki, təhrifi hesablamaq üçün bir dəfə dərəcə toruna, bir dəfə də miqyasa görə hesablama aparmaq lazımdır. Belə ki, əgər Cənub qütb dairəsindən, yəni 66,5 dərəcə cənub enliyindən şimala doğru 2941,5 km hərəkət eləsək, 26,5 dərəcə hərəkət eləmiş olarıq. Belə ki, 2941,5-i 111-ə bölsək, yəni 1 dərəcəli meridian ölçüsünün uzunluğuna bölsək, cavabımız 26,5 eləyəcək. Və 66,5 dərəcə cənub enindən 26,5 dərəcə şimal eninə getmək 40 dərəcə cənub enliyinə çatmaq deməkdir. Deməli, sözü gedən paralel 40 dərəcə cənub enidir. Və 40 dərəcəli paralelin üzərində olan A və B məntəqələrinin arasında 2,5 saat yerli vaxt fərqi varsa, bu məsafəni tapmaq üçün 2,5 saatı əvvəlcə dərəcəyə çevirək. 2,5 saatı 15 dərəcəyə vursaq, yəni 1 saatımız 15 dərəcə olduğuna görə 37,5 dərəcə coğrafi uzunluq fərqi əmələ gəlir. Və 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 km olduğuna görə bu 37,5-i 85,4-ə vururuq. Cavabımız 3202,5 km olur. Bu hal-hazırda bizim dərəcə toruna görə hesabladığımız cavabdır. 3202,5 km. İndi miqyasa və xəttdəki uzunluğa görə də hesab aparaq. Miqyası kilometr çevirmək üçün 5 dənə 0 silirik, qalır 160 km. Onu 20,5-ə vursaq, cavabımız 3280 km edir. Və bu 3280 km-dən də 3202,5 çıxsaq, cavabımız 77,5 km eləyəcək. Yəni cavab A variantı. İkinci suala baxaq. Sxemə əsasən dağın nisbi hündürlüyü ilə böyük Kir zirvəsi arasında mütləq hündürlüyü arasında fərqi hesablayaq. Biz dağın nisbi hündürlüyünü tapmaq üçün onun zirvəsindən, yəni 2737-dən onun ətəyini çıxmalıyıq. Ətəyi tapmaq üçün isə öncə daxili horizontal tapmalıyıq və bizə verilən kəsmə yüksəkliklərindən istifadə edib xarici horizontalı tapmalıyıq. Öncə kəsmə yüksəkliyini tapaq. Görürük ki, burada A və B məntəqələrinin arasında 5,4 dərəcə temperatur fərqi var və bunun 900 metr olduğunu bilirik. Belə ki, əgər 1000 metrimiz 6 dərəcədirsə, 5,4 dərəcəmiz 900 metr eləyər. Və A və B məntəqələri arasında 2 dənə kəsmə yüksəkliyi olduğuna görə bu 900 metri 2-yə bölərik, yəni kəsmə yüksəkliyimiz 450 metr düşər. Artıq daxili horizontalı tapa bilərik. Daxili horizontalın tapılma qaydası belədir ki, daxili horizontal zirvədən kiçik olub kəsmə yüksəkliyinə qalıqsız bölünən ilk horizontaldır. 2737-dən kiçik olub 450-yə qalıqsız bölünən ilk rəqəm 2700 metrdir. Bunu necə tapırıq? 2737-ni 450-yə bölsək, aldığımız ilk rəqəm 2700-dür, qalığımız 37 qalacaq. Qalığa baxmırıq, birinci rəqəmə baxırıq. 2700 metr daxili horizontaldır. Deməli, bizim daxili horizontalımız 2700 metrdir. Və 1, 2, 3, 4 dənə kəsmə yüksəkliyi var. Hərəsi 450 metrdən eləcək 1800 metr. 2700 metrdən 1800-ün çıxsaq, qalacaq 900. Deməli, dağın kənar horizontalı 900 metr hündürlüyə malikdir. İndi nisbi hündürlüyünü tapaq. 2737-dən 900 çıxacaq.
2737-dən 900 çıxacaq. Cavabımız 1837 metr eləyəcək. Böyük Kiz zirvəsinin də hündürlüyü 2725 olduğunu bilirik. Çıxırıq 1837, cavabımız 888 metr olar. Yəni cavab Y variantı. Üçüncü suala baxaq. 70 dərəcə şimal enliyində qütb gündüzlərinin başladığı tarixdə günəş şüalarının günorta vaxtı 18,5 dərəcə bucaq altında göründüyü paralelə aid olan xüsusiyyətləri müəyyən edək. Əvvəlcə 70 dərəcə şimal enliyində qütb gündüzləri başladığı vaxt günəşin harda zenitdə olduğunu müəyyən edək. Bilirik ki, günəşin zenitdə olduğu coğrafi enliklə qütb gündüzləri və gecələrinin yaşandığı coğrafi enlik arasında 90 dərəcə coğrafi enlik fərqi qorunmalıdır. Yəni günəş 20 dərəcə şimal enində zenitdə olduğu üçün 70 dərəcə şimal enində qütb gündüzləri başlayır və günəş 20 dərəcə şimal enində zenitdə olanda görək hansı coğrafi enliyə 18,5 dərəcə bucaq altına düşür. Bunun üçün günəşin 20 dərəcə şimal enində zenitdə olduğunu qeyd edirəm və 20 dərəcə şimal enindən cənubda və şimalda olan coğrafi enliklərə baxırıq. 18,5 dərəcə bucaq altında düşən coğrafi enlikləri axtaracağıq. Belə bir qayda demişdik ki, hər hansı bir məntəqəyə günəş şüalarının düşmə bucağı verilərsə və o məntəqənin coğrafi enliyi soruşularsa, mövcud düşmə bucağı zenit bucağından çıxılıb aradakı coğrafi enlik fərqi tapılır. Yəni 90-dan 18,5 çıxsaq eləyəcək 71,5. 20 dərəcə şimal enindən 71,5 dərəcə şimala getsək, bu şimal qütbündən də o tərəfə keçir. O olmaz. Cənuba doğru baxsaq, 20 dərəcə şimal enindən 71,5 dərəcə cənuba gəlsək, eləyəcək 51,5 dərəcə cənub eni. Deməli, məsələmiz 51,5 dərəcə cənub enində cərəyan edir. Artıq biz 51,5 dərəcə cənub eninə aid olan xüsusiyyətləri müəyyən edəcəyik. Bu paralelin orta fırlanma sürəti şimal mülayim işıqlanma qurşağının cənub sərhəddindən keçən paralelin orta fırlanma sürətindən daha aşağıdır. Bəli, şimal mülayim işıqlanma qurşağı 23,5 dərəcə və 66,5 dərəcə şimal enlikləri arasındadır. Onun cənub sərhəddi şimal tropikidir. Bizim də paralelimiz 51,5 dərəcə cənub eni olduğuna görə bizə məlumdur ki, məntəqə ekvatora nə qədər yaxındırsa, onun olduğu yerdə yerin öz ox ətrafında fırlanma sürəti daha böyükdür. Deməli, 51,5 dərəcə cənub enində fırlanma sürəti 23,5 dərəcədən daha kiçikdir. Deməli, 1-i götürürük. 1-in olmadığı variantları silirəm. Bu paralel xətti üzərində il ərzində günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqlarının cəmi 43 dərəcədir. Bunu hesablayaq. 51,5 dərəcə cənub enindən maksimum və minimum düşmə bucaqlarının hesabını aparaq. Bunun üçün eyni meridian üzərində həm 51,5 dərəcəni, həm cənub 23,5 dərəcəni, həm də şimal 23,5 dərəcəni qeyd edə bilərik. Günəş şimal tropikində olanda 51,5 dərəcə cənub enliyinə ən kiçik bucaqla düşər. Günəş 23,5 dərəcə cənub enliyində olanda isə 51,5 dərəcə cənub enliyinə ən böyük bucaqla düşər. Deməli, hesablayırıq. 23,5-in üstünə 51,5 gələndə eləyər 75 dərəcə. 90-dan da 75 çıxanda eləyər 15 dərəcə. Birinci cavabımız 15 dərəcədir. İkinci cavabı tapaq. 51,5-dən 23,5 çıxanda eləyər 28 dərəcə. 90-dan da 28 çıxanda eləyər 62 dərəcə. 62-dən də 15 çıxanda cavab 47 eləyər. Deməli, ikinci şərt yanlışdır. Kəsişdiyi bütün okeanların donan dənizləri mövcuddur. 51,5 dərəcə cənub enliyinin kəsişdiyi Atlantik okeanında, Hind okeanında, Sakit okeanında donan dənizləri var. Deməli, üçüncü şərt doğrudur. Deməli, D variantında silmək olar. İl boyu bu paralel üzərində məntəqələrdə kölgə günorta vaxtı cənub istiqamətinə düşür şərti doğrudur. Belə ki, əgər verilən coğrafi enlik hər iki tropikdən də, yəni 23,5 dərəcə şimal və 23,5 dərəcə
cənub enliklərinin hər ikisindən də aşağıdadırsa, deməli kölgələr hər zaman cənuba baxacaq. Deməli 4-cü şərt də doğrudur. 1, 3, 4 cavab B variantı. 4-cü suala baxaq. 13-cü saat qurşağının qərb sərhədi ilə 8-ci saat qurşağının şərq sərhədi arasında yerli vaxt fərqini müəyyən edək. 8-ci saat qurşağının orta meridianı 120 dərəcə şərq uzunluğudur. 15-ə vurub bunu tapmaq olar. Sərhəd meridianları isə 127,5 şərq və 112,5 şərq. Bizdən də 8 saat qurşağının şərq sərhədi istədiyinə görə 127,5-i götürəcəyik. Və 13-cü saat qurşağının qərb sərhədinə baxırıq. 13-cü saat qurşağının orta meridianı 165 dərəcə qərb uzunluğudur. Bunu necə əldə edirik? Verilən saat qurşağı 12-dən böyükdürsə, onu əvvəlcə 24-dən çıxıb 15-ə vurarıq. Yəni 13-ü 24-dən çıxdıq elədi 11, onu da 15-ə vurduq elədi 165 dərəcə qərb uzunluğu. Onun da qərb sərhəd meridianı 172,5 dərəcə qərb uzunluğudur. Deməli bizə 127,5 dərəcə şərq və 172,5 dərəcə qərb uzunluqları arasındakı yerli vaxt fərqi dəqiqə ilə lazımdır. 127,5 dərəcə şərq uzunluğu, aradan 180 dərəcə meridianı çəkim və 172,5 dərəcə qərb uzunluğu. Baxaq görək bunların arasında nə qədər coğrafi uzunluq fərqi var ki, onu da vaxta çevirək. 127,5 dərəcə şərq uzunluğu ilə 180 dərəcə şərq uzunluğu arasında 52,5 dərəcə var. 180 dərəcəli coğrafi uzunluqla 172,5 dərəcə qərb uzunluğu arasında isə 7,5 dərəcə coğrafi uzunluq fərqi var. Bunların cəmi 60 dərəcədir və 60 dərəcəni 4 dəqiqəyə vursaq, eləcə 240 dəqiqə cavab D variantı. 5-ci suala baxaq. Ərazisinin əksər hissəsinin Baykal qırışıqlıq vilayətində yaranan platformanı müəyyən edək. Yer qabığının quruluşunun litosfer tabalarının xəritəsindən görürük ki, ərazisinin litosfer tabası tamamilə ən qədim qırışıqlıq vilayəti olan Baykalda əmələ gəlmişdir. Cavab C variantı. 6-cı suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Karpat dağları, Skotalin dağları və Zagros dağları üçün xüsusiyyətləri qeyd edəcəyik. Mülayim işıqlanma qurşağında yerləşir. Şərti bunlardan hər üçünə aiddir. A şərti verilən dağların hər üçünə aid olduğuna görə A şərtini götürmürük. Çünki Eyler-Venn diaqramında hər üçünə aid olan bir bənd seçilməsi tələb olunmur. A şərtinin verildiyi variantları silsək, cavabımız yalnızca A variantı qalacaq. Kimmeri qırışıqlığında yaranmışdır şərti Skotalin dağlarına aiddir, yəni 2-yə B. Mütləq hündürlüyü 3000 metrdən çoxdur şərti Zagros dağlarına aiddir. Mülayim kontinental iqlim vilayətində yerləşmişdir şərti Avropada olan Karpat dağlarına aiddir. Yerləşdiyi ölkənin əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur şərti bu dağların hər üçünə aiddir. Belə ki, Zagros dağları İran ərazisindədir və o Hind-Avropa dil ailəsinin Fars və ya İran dil qrupuna aiddir. Skotalin dağları Rusiya ərazisindədir və o Hind-Avropa dil ailəsinin Slavyan dil qrupuna aiddir. Karpat dağları isə Avropa ərazisindədir. Hind-Avropa dil ailəsinə mənsub xalqlar orada yaşayır. İnkişaf etməkdə olan ölkənin ərazisində yerləşir şərti hər üç dağa aiddir. Deməli, F şərti də heç birinə aid deyil. Cavabımız A variantı. 7-ci suala baxaq. Doğru olmayan fikirləri müəyyən edək. Atlas, Ant və Kordilyer dağları 3 yarımkürədə yerləşir. Atlas dağları və Ant dağları müvafiq olaraq Greenwich və ekvatorla kəsilsələr də, Kordilyer dağları bu xəttlərdən heç biri ilə kəsilmir. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Tibet dağlıq yaylası mütləq hündürlüyə görə Qafqaz dağlarından daha böyükdür şərti doğrudur. Qafqaz dağları 5000-6000 metr hündürlüklər arasında olduğu halda Tibet yaylası əsasən 7000-dən yüksək ərazilərdir. Deməli, ikinci şərt doğru olduğuna görə götürmürük. Apalaş dağlarının qərb, Ural dağlarının isə şərq yamacları daha çox yağıntı alır şərti
yanlışdır. Belə ki, Appalaç dağlarının qərb hissəsi quraqlıq yerləri, Ural dağlarının şərq hissəsi isə Atlantik okeanından gələn rütubətli havanı görmədiyi üçün Qərbi Sibir ovalığının nisbətən quraq hissələrinə uyğun gəlir. Deməli, üçüncü şərtdə doğru bir fikri bildirmədiyi üçün götürürük. Üçüncü şərt hər iki variantda var. Cotopaxi, Popocatépetl və Ruiz vulkanları Latın Amerikası ölkələrinin arasında yerləşir şərti doğrudur. Meksika və Cənubi Amerika ölkələri arasında, deməli, dördüncü şərtdə doğrudur, götürmürük. Kap, Ural və Böyük su ayrıcı dağları geosinkronun inkişafının 4-cü mərhələsindədir şərti doğrudur. Belə ki, bu üç dağın üçü də platforma ərazisindədir və platformanın formalaşması geosinkronun inkişafının 4-cü mərhələsinə uyğundur. 5-ci şərtdə doğru olduğuna görə götürmürük. Qədim olmasına baxmayaraq Tian-Şan dağlarının mütləq hündürlüyü Pamir və Kunlun dağlarının daha çoxdur şərti isə yanlışdır. Fiziki xəritəyə baxsaq görərik ki, Kunlun dağlarının da, Pamir dağlarının da hündürlüyü 7700 metrdən çoxdur. Amma Tian-Şan dağlarının ən yüksək zirvəsi Qələbə pikidir və o 7439 metrdir. Deməli, 6-cı şərtdə yanlış bir fikri ifadə etdiyi üçün bizə lazımdır cavab C variantı. Respublikamızda ən cavan süxurların yayıldığı ərazilərdə yerləşən şəhərləri müəyyən eləyək. Azərbaycanın geoloji quruluş xəritəsinə baxsaq, burada Q hərfi ilə Kaynozoyun 4-cü dövrünə aid olan süxurların yayıldığı əraziləri görə bilərik. Və Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Samux, Yevlax, Gəncə, Şəmkir, Ağstafa, Tovuz kimi şəhərlərin ən cavan süxurların üzərində yerləşdiyini görə bilərik. Sadaladığımız şəhərlərdən Tərtər, Ağdam və Ağstafanı qeyd edə bilərik. Cavab Y variantı. 9-cu suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən eləyək. Faydalı qazıntının adı, yatağın adı və yerləşdiyi inzibati rayon soruşulur. Xromit yatağının adı İpək və o Laçın rayonunda yerləşir. Bu doğrudur. Birinci şərt doğru olduğuna görə birinci şərtin verilmədiyi variantları silirəm. Kvars qumu Abşeron zonasında Hacıvəlli adlı bir yatağı var, amma o Qobustanda deyil. Deməli, ikinci şərt yanlışdır. İkinci şərti silirəm. Buradan artıq göründüyü qədər yerdə qalan variantların içində 3 yoxdur. Deməli, 3 də yanlışdır. Polimetal, Mazımçay, Zaqatala ardıcıllığı yanlışdır. Belə ki, Mazımçay polimetal yatağı Zaqatalada deyil, Balakən rayonundadır. Deməli, 4-cü şərtdə yanlışdır. 4-cü şərti götürmürük. 4-cü şərtin olduğu variantı götürmürük. 5-ə baxaq. Molibden, Diyaxçay və Parağaçay yataqları Ordubadda doğrudur. Və Kükürt Kolçedanı, Çıraqdərə və Toğanalı yataqları ilə Göygöldə doğru sətirdir. Deməli, 1-5-6 C variantı. 10-cu suala baxaq. Peru və Bengel cərəyanları cənub mülayim istilik qurşağının sahəsinin genişlənməsinə səbəb olmuşdur. Bu doğru cavabdır. Belə ki, istilik qurşaqları xəritəsinə baxsaq, Cənubi Amerikanın da, Afrikanın da qərbində cənub mülayim istilik qurşağının biraz daha yuxarı getdiyini görə bilərik. Bunun səbəbi bu cərəyanların isti əraziyə soyuq su gətirməyindən irəli gələ bilər. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Yanvar və iyul izotermləri arasında ən böyük temperatur fərqi Avrasiya materikindədir şərti doğrudur. Bildiyimiz qədər il ərzində ən böyük temperatur amplitudu Avrasiyanın mərkəzi hissələrindədir. İkinci şərt də doğrudur. Deməli, Y variantı da ələnə bilər. Siklonun daxil olduğu ərazilərdə havanın qalxan hərəkəti nəticəsində quru deyil, rütubətli, yağışlı hava şəraiti yaranmalıdır. Üçüncü şərt yanlışdır. Ümumi radiasiyanın ən böyük qiymət aldığı ərazilər ekvatoral iqlim qurşağı deyil, tropik iqlim qurşağı olmalıydı. Deməli, 4-cü şərt də yanlışdır. 5-ə baxaq. Buludları təşkil edən əsas su kütləsi maye haldadır şərti doğrudur. Belə ki, əksər buludlar buz kristallarından ibarət deyil, mayədən ibarətdir. 5-ci şərt də doğrudur. Yəni B variantı. 6-cı şərtə də baxaq. Havanın su buxarı ilə doyma həddi artdıqca yağıntı düşmə ehtimalı da artır. Şərti yanlışdır. Belə ki,
Havanın su buxarı ilə doyma həddinin artması onun isinməsi deməkdir və isinən havanın yanıtı vermə ehtimalı daha azdır. 11-ci suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyənləyək. Kürün sol qolları, kürün sağ qolları. Mənsəbləri okean səviyyəsindən həm yuxarıda, həm də aşağıda yerləşə bilər. Belə ki, kürün sol qolları olan Şirvan zonasının çayların mənsəbləri dəniz səviyyəsindən aşağıda, Böyük Qafqazın cənubundan axan çayların mənsəbi isə dəniz səviyyəsindən yuxarıdadır. Müvafiq olaraq Göyçay, Türyan çayı, Ağsu çayı və Qanıq çayı, Katıq çayı, Muxaq çayı götürmək olar. Deməli, birinci şərt ortaqdır. Birinci şərtin ortaq olmadığı variantları silirəm. Keçdiyi ərazilərdə yağıntıların bərabər paylanan mülayim isti iqlim yarımtipinə rast gəlinə bilər. Şərti kürün sol qollarına aiddir. Belə ki, iqlim tipləri xəritəsinə baxsaq, 5 rəqəmi ilə verilən rütubəti bərabər paylanan mülayim isti iqlim tipi Böyük Qafqazın cənub zonasında var. Kürün sağ qollarının keçdiyi ərazilərdə isə bu iqlim tipi yoxdur. Deməli, birinciyə 2. Birinciyə 2 şərti hər iki variantda var. Mənbəyi 4-cü dövrü suxurlarının yayıldığı ərazilərdə yerləşən çay aiddir. Şərti kürün sağ qollarına aiddir. Belə ki, vulkanik yayladan başlayan çaylar 4-cü dövrü suxurlarının yayıldığı ərazilərdən başlayır və o çaylar kürün sağ qollarıdır. İkinciyə 3. Aralarında transsərhəd çayları mövcuddur. Şərti hər ikisinə aiddir. Qanıq çayı, Qabırlı çayı kürün sol qollarıdır və transsərhəd çaylardır. Araz çayı kürün sağ qoludur və transsərhəd çayıdır. Üçüncüyə həm də 4 aiddir. Hövzəsinin suları ilə Aşıq Bayramlı və Cavanşir su anbarları qidalanır. Bu su anbarları Şamaxı İsmaili zonasındadır və bu zonanın çayları da kürün sol qollarıdır. Deməli, birinciyə həm də 5 aiddir. Cavabımız D variantı. 12-ci suala baxaq. İqlim diaqramının aid olduğu iqlim tipi üçün düzgün fikirləri müəyyən edək. Gördüyümüz qədər burada temperatur müsbət 5, müsbət 25 arası, yağıntılar da əsasən qış aylarında düşür və temperatur xətti şimal yarımkürəsini göstərir. İqlim diaqramının subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi üçün səciyyəvi olduğu məlumdur. Keçid iqlim qurşağında yerləşir şərti doğrudur. Belə ki, subtropik iqlim qurşağındadır. Birinci şərtin verilmədiyi variantları silirəm. Pireney, Apennin və Yucatan yarımadalarında yayılmışdır şərti. Pireney və Apennin yarımadaları üçün uyğundur, amma Yucatan yarımadası tropik iqlim qurşağının rütubətli tipinə, yəni xəritələrdə 3B ilə işarə edilən iqlim tipinə uyğundur. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi B variantını da silirəm. Yayıldığı bütün ölkələr iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr qrupuna daxildir şərti yanlışdır. Türkiyə, Azərbaycan kimi ölkələr inkişaf etmiş ölkələr qrupuna daxil deyil, amma bu iqlim tipi bu ölkələrdə də yayılmışdır. Üçüncü şərt də yanlışdır. Deməli, D variantını da silə bilərik. Dördüncü şərtə baxıraq, yayıldığı ərazilər əsasən qırmızı qonur torpaqlar üçün təşkil edən şərti yanlışdır. Çünki subtropik Aralıq dənizi iqlim tipində qəhvəyi torpaqlar üstünlük təşkil edir. Dördüncü şərt də yanlışdır. Mülayim işıqlanma qurşağında yerləşən ərazilər üçün səciyyəvidir şərti doğrudur. Subtropik iqlim qurşağı tropik xəttlər qütb dairəsi arasında yerləşdiyinə görə mülayim işıqlanma qurşağında yerləşir. Bu iqlim tipinə yalnız bir materikdə rast gəlinmir şərti də doğrudur. Antarktidadan başqa bütün materiklərdə subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi var. Əsasən materiklərin qərb hissələrində. Cavab A variantı. Keçid iqlim qurşaqlarına aid olan xüsusiyyətləri müəyyən edək. Öz hava kütlələri mövcud deyil və tiplərə bölünmürlər. Şərti yanlışdır. Bəli, həqiqətən də öz hava kütlələri mövcud deyil. Onlara gələn hava kütlələri əsas iqlim qurşaqlarından gəlir. Ancaq tiplərə bölünmürlər. Şərti yanlışdır. Belə ki, subtropik iqlim qurşağı 4 tipə bölünür. Aralıq dənizi tipi, kontinental, musson və cənub yarımkürəsində bərabər rütubətli tipləri mövcuddur. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantı silirəm.
Avrasiya materikində həmsərhəddirlər. Bəli, həqiqətən də Avrasiya materikində Himalay dağları okeandan gələn, Hind okeanından gələn rütubətli havanın qarşısını kəsdiyinə və həmin ərazilərdən tropik xətt keçməsinə baxmayaraq, oraya bol yağıntı düşməsinə səbəb olur və burada tropik iqlim qurşağı qırılır, subtropik və subekvator iqlim qurşaqları həmsərhəd olur. İkinci şərt doğrudur. İkinci şərtin verilmədiyi variantı silirəm. Şimal yarımkürəsində yağıntıların illik paylanmasında qeyri-bərabərlik müşahidə edilir şərti doğrudur. Subtropik iqlim qurşağını götürəsi olsaq, musson tipi yay aylarında, aralıq dəniz tipi isə qış aylarında yağıntılıdır. Və yaxud şimal yarımkürəsində subekvator iqlim qurşağı yay aylarında ekvator hava kütlələri gəldiyinə görə yağıntılı, qış aylarında tropik hava kütlələri gəldiyinə görə quraqdır. Deməli, üçüncü şərt də bizə lazımdır. Dördüncü şərtə baxaq. Şimali Amerikanın Cənubi Amerikanın isə şimal ucqar nöqtələri yerləşir. Şimali Amerikanın ucqar cənub nöqtəsi və Cənubi Amerikanın ucqar şimal nöqtəsi hər ikisi subekvator iqlim qurşağında yerləşir. Dördüncü şərt də bizə lazımdır. Cavab C variantı. Qarda və İnari gölləri üçün ümumi xüsusiyyətləri müəyyən edək. Qarda gölü İtaliyanın şimalında yerləşir. İnari gölü isə Finlandiyanın ərazisində yerləşən göldür. İnkişaf etmiş ölkələrin ərazisində yerləşən şərti doğrudur. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Artıq sadəcə 5 və 6-cı şərtlərə baxa bilərik. Belə ki, ikinci, üçüncü şərtlər bizə lazım olan variantlarda yoxdur. 4 isə ortaqdır. Və yerləşdiyi ölkələr Avropa İttifaqına üzv ölkələrdir şərti avtomatik seçilir. 5-ə baxaq. Yerləşdiyi ölkələrin ərazisinin çox hissəsi əsas iqlim qurşağına uyğun gəlir. İnari gölünün yerləşdiyi Finlandiya mülayim iqlim qurşağında yerləşə bilər. Amma Qardanın yerləşdiyi İtaliya demək olar ki, əsasən subtropik iqlim qurşağında, yəni keçid iqlim qurşağında yerləşir. Deməli, 5-ci şərt ödənmədi. 6-ya baxırıq. Axarlı göllərdir. Bəli, hər iki göl şirin suludur və cavabımız 1, 4, 6. 15-ci suala baxaq. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi təbii vilayət üçün düzgün fikirləri müəyyən edək. İqlim diaqramının qış aylarında bol yağıntı alan, temperaturun mənfiyə düşmədiyi və yay aylarında müsbət 25-ə çıxdığı bir ərazi haqqında məlumat verir. Burada 1402 mm yağıntı əsasən Azərbaycanın Lənkəran-Astara zonası üçün xarakterikdir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi hakimdir şərti ödənir. Belə ki, hər nə qədər bu iqlim diaqramı qış aylarında yağıntının çox olduğunu göstərsə də, Lənkəran-Astara zonasının dağətəyi orta dağlıq ərazilərində iqlim tipləri xəritəsində 5 rəqəmi ilə verilən bərabər rütubətli mülayim isti iqlim var. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi A və B variantlarını silirəm. Suvarma şəraitində əkinçilik həyata keçirilir şərti doğrudur. İqlim diaqramından da göründüyü qədər bu ərazi yayda quraqdır və temperaturu yüksəkdir. Deməli, suvarma şəraiti lazımdır. İkinci şərtdə doğru olduğuna görə C variantını da silirəm. Artıq üçüncü şərtə baxmasaq da olar, çünki bizə lazım olan variantlarda üçüncü şərt yoxdur. Dağ meşələri dağ çöllərindən daha yuxarıda yerləşir şərti yanlışdır. Belə ki, Lənkəran-Astara zonasında dağ meşələrindən yuxarıda quru dağ çölləri və dağ kserofit yerləşir. Dördüncü şərt yanlışdırsa, deməli D variantını da silirəm. Tektonik qırılmalar boyunca termal və mineral bulaqlar səthə çıxmışdır. Qotur su, meşə su, ərkivan kimi mineral bulaqlar bu zona üçün xarakterikdir. Cavab Y variantı. 16-cı suala baxaq. Orta duzluğa malik olan okean suyunun buxarlandırılmasından alınan duzun miqdarı X su hövzəsinin eyni miqdarda suyunun buxarlandırılmasından alınan duzun miqdarından 2 dəfə çoxdur. X hövzəsinin orta duzluğu ilə qırmızı dənizin orta duzluğu arasında fərqi hesablayaq. Şərtdən də göründüyü qədər X su hövzəsinin suyunun duzluğu orta duzluğa malik olan suyun duzluğunun yarısı qədərdir. Yəni, X su hövzəsinin duzluğu 17,5 promildir.
Çünki orta duzluluq 35 promildir. Onun yarısı eləyəcək 17,5 və Qırmızı dənizin duzluluğu 42 promil olduğuna görə 42-dən 17,5-i çıxsaq cavabımız 24,5 promil olacaq. Yəni cavab D variantı. 17-ci suala baxaq. Cədvələ əsasən hansı məntəqədə 1 kub metr havada olan su buxarının miqdarının eyni olduğunu müəyyən edək. Bunun üçün məntəqələrin nisbi rütubətdən istifadə edib faktiki su buxarının miqdarını tapa bilərik. Yəni su buxarıyla doyma həddi 24 qram olan suyun, havanın 60% nisbi rütubəti varsa, deməli burada 14,4 qram su buxarı var. Digər məntəqələrin də mütləq rütubətlərini eynən hesablaya bilərik. Alınan rəqəmlərdən görürük ki, birinci və üçüncü məntəqələrin faktiki su buxarının miqdarı 14,4 qramdır. Yəni burada cavab A variantı. 18-ci suala baxaq. Xəritə sxemində təsvir verilmiş çaya aid olan əlamətləri müəyyən edək. Coğrafi koordinatlardan görürük ki, bu Xuanxe çayıdır və Xuanxe çayına aid olan xüsusiyyətləri seçək. Mənbəyi Tibetin şərq hissəsində yerləşir şərti doğrudur. Həqiqətən bu ərazi Tibet zonasıdır. Birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. Orta axarında gilli suxurlarla örtülü olan Lios yaylasından keçdiyindən bu suxurlar çayın suyuna sarı rəng verir şərti Xuanxe çayına aiddir. İkinci şərtin olmadığı variantları da silirəm. 4-ə baxaq. Vadisində əhali sıx məskunlaşmışdır. Çayın Çin ərazisində olduğunu nəzərə alsaq, bu normal bir haldır. 1, 2, 4 cavab D variantı. 19-cu suala baxaq. Kolumbiya və Missouri çaylarını birləşdirən ümumi xüsusiyyət. Toplayıcı hövzəsi bütövlükdə seismik qurşaqda yerləşir şərti Kolumbiya üçün uyğun olar, amma Missouri üçün yox. Missouri Mississippi-nin qoludur və mərkəzi düzənliklərdən, böyük düzənliklərdən axan bu çaylar seismik cəhətdən sabit ərazilərdən axır. A variantı yanlışdır. Mənsəbinin yerləşdiyi okeanın sahəsi fasiləsiz olaraq genişlənir şərti Missouri üçün uyğundur, ancaq Kolumbiya üçün uyğun deyil. Belə ki, Kolumbiya sakit okeana tökülür və onun sahəsi getdikcə kiçilir. B variantı da yanlışdır. Mənbəyi Qayalı dağlarda yerləşir şərti isə həm Kolumbiya, həm də Missouri çayı üçün uyğundur. Cavab C variantı. D variantında eroziya bazisi dünya okean səviyyəsindən yuxarıda yerləşir şərti yanlışdır. Belə ki, Kolumbiya çayı birbaşa sakit okeana tökülür. Qidalanmasında yağış suları iştirak etmir şərti isə yanlışdır. Belə ki, hətta Mississippi çayının yağıntılı dövrdə daşqınlar törətdiyi də məlumdur. Deməli, Y variantı da yanlışdır. 20-ci suala baxaq. Xəzərin Azərbaycan sektorundan şimalda yerləşən coğrafi obyektləri seçək. Yəni, Samur çayının mənsəbindən şimalda olan obyektləri götürə bilərik. A variantında Buzaki və Aqraxan yarımadaları Azərbaycandan şimalda yerləşsələr də, Agurçinski adası Azərbaycandan cənubdadır. Hətta Xəzərin cənub-şərqindədir. A variantı silindi. Çeçen adası və Buzaki yarımadası Azərbaycandan şimaldadır, amma Çələkən yarımadası elə Agurçinski adasından eyni istiqamətdə Türkmənistan ərazisindədir. Yəni bu şərt də yanlışdır. Kulalı adası Azərbaycanın şimalda yerləşməsinə baxmayaraq Buzaki yarımadası tərəfdə, Miyanqala yarımadası İrana aiddir və Xəzərin cənubundadır. C variantında eləndi. Çələkən yarımadası B variantında dediyimiz kimi Türkmənistana aiddir və Azərbaycanın cənub-şərqdədir. D variantı da eləndi. Aqraxan yarımadası Rusiyaya aiddir, Azərbaycanın şimaldadır. Onun yanında Qızılyar körfəzi də var. Xəritədən görə bilərik. Durnev adaları da
Kulalı və Suiti adaları istiqamətində Azərbaycanın şimaldadır. Cavab Y variantı.